Deməli, vurğuları ayırmaya aid misal nümunələrinə baxaq. Yəni, ortaq vurğunun mötərizə xaricinə çıxardılması, vurğulara ayırmaya aid müxtəlif nümunələr. Məsələn, 5a minus 15y. Bizim buradan çıxara biləcəyimiz ortaq vuruq, yəni hər iki ifadədə olan 5-dir. 5-i ortaq vuruq çıxardanda burada qalır a minus 3y. Və yaxud 2x kubu çıxılsın 6x. Biz 6 ilə 2-dən ortaq vuruq 2-ni görürük. X kubu ilə də x-dən ortaq vuruq x-dir. Bunu niyə belə yaza bilirik? Yəni, bunu 6 vur x, vur x kvadratı, bunu da 2 vur 3 vur x yazanda ortaq olan vuruqlar 2 ilə x-i çıxartsaq, burada qaldı x-in kvadratı, burada da qaldı 3. Ona görə yazırıq x kvadratı minus 3. Yəni, ortaq vuruqu mötərizə xaricinə çıxartmaq bu deməkdir. Məsələn, 12ab kvadratı çıxılsın 8a-nın kvadratı b. Ədədi vuruqlara 12 ilə 8-in ortaq vuruğu 4-dür. 4-ü çıxartdıq. Burada a-dır, burada a-nın üstü 2-dir. Yəni, biz az olanı çıxarda bilirik. A-nı çıxartdıq. Burada b kvadratı, burada b-dir. B-ni də çıxartdıq, ortaq vuruq. Oradan qaldı 12-ni 4-ə böləndə 3. Yəni, biz bu vuruqları ayıranda nə olur? 4 vur 3, vur a, vur b, vur b. Biz buradan 4ab-ni çıxartdığımız üçün 3 ilə b-nin biri qaldı. 3b çıxılsın. Bunu vuruqlara ayıranda 4 vur 2, vur a, vur b. Biz buradan 4-ü, a-nı, b-ni çıxartdığımız üçün qaldı 2a. Yəni, bu olur ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Və yaxud x kubu çıxılsın 2x kvadratı. Bizim buradan ortaq vuruğumuz x kvadratıdır. X kvadratını ortaq vuruq çıxardanda qalır x minus 2. Çünki biz x kubunu x kvadratı vur x yaza bildiyimiz üçün x kvadratını ortaq vuruq seçmişik. Hər ikisində olduğu üçün qalır yerdə birincidən x, ikinci ifadədən də 2 qalır. Yəni x minus 2. Məsələn, 7a kvadratı minus 14-dən. Biz buradan 7-ni çıxarda bilərik. Qalar a-nın kvadratı minus 2. Yəni, ortaq vuruqu mötərizə xaricinə çıxartmaq dedikdə bu nəzərdə tutulur. Yəni, vuruqlara ayırma. Və yaxud tutaq ki, belə bir ifadə ax minus 5x çıxılsın 3ab çıxılsın 15b. Bunu vuruqlara ayırdık. Bunu vuruqlara ayırmaq üçün biz 2-2 qruplaşdıracağıq. Bu ikisini bir qruplaşdırırıq, bu ikisini bir. Daha doğrusu burada plus yazmışdım, yaddan çıxdı. Deməli, bu ikisində 5-i ortaq vuruq çıxartsaq, daha doğrusu x-i ortaq vuruq çıxartsaq, qaldı a minus 5. Bu bir ikisində ortaq vuruq bizim üçün 3b-dir. 3b-ni ortaq vuruq çıxartsaq, qalır a minus 5. Niyə işarə mənfi oldu? Çünki biz mənfi 3b-ni çıxartdığımız üçün orada da mənfi qalmalı. Çünki vurub açanda mənfi mənfiyə varanda müsbət edir. Bu da bizim üçün a minus 5 ilə x minus 3b-nin hasili kimi göstərir. Bu ikisində a minus 5 yenə ortaq vuruq olduğu üçün biz a minus 5-i ortaq vuruq olaraq çıxartdıq. Biz tək 2 dənədən yox, 3 dənə ifadədən də ortaq vuruq çıxarda bilirik. Məsələn, 8a-nın kvadratı b çıxılsın 12ab-nin kubu üstə gəlinsin, tutaq ki, 16a-nın kvadratı b-nin kvadratı. Burada 2-2 qruplaşdıracaq bir şey yoxdur. Biz burada artıq üçündən birlikdə ortaq vuruq müəyyənləməliyik. 8-in, 12-nin, 16-nın ortaq vuruğu 4-dür. Hər üçü 4-ə bölünən ədəddir. Baxırıq, a kvadratıdır, a-dır, a-nın kvadratı. Ən kiçik qüvvət a-dır. Ona görə a-nı götürürük. b-dir, b kubudur, b kvadratı. Ən kiçik də b-dir, b-ni götürürük. İndi hər birini bu mötərizə xaricinə çıxartdığımızda bölüb qalanını yazmalı. Yəni 8-i 4-ə böldün 2, a kvadratının birini götürmüsən, biri qaldı, b-ni də götürmüsən. Bunu bölürsən. 12-ni 4-ə böləndə 3, a-nı götürmüsən, bir dənə idi. B-nin də birini götürmüsən, qaldı b-nin kvadratı. Üstə gəl. 16-nı 4-ə böldük 4, a kvadratı idi. Birini götürmüşük, qaldı bir dənə a. B kvadratı idi, birini götürmüşük, qaldı bir dənə b. Bax, bu olur ortaq vuruğun mötərizə xaricinə çıxardılması ilə ifadənin vuruqlara ayrılması. Biz təbii ki, vuruqlara ayırmanı
bunlardan başqa müxtəsər vurma düsturlarından da eləyirik. Məsələn, bu kvadratlar fərqi düsturumuz var. A kvadratı çıxılsın B kvadratı. Bunun da elə əsas vəzifələrindən biri ifadəni vurğulara ayırmaq üçündür. Yəni biz vurğulara ayırmada bundan istifadə edirik. Məsələn, x kvadratı minus 9-u başa düşdük ki, x-in kvadratı çıx 3-ün kvadratı olduğuna görə x minus 3 x plus 3'tür. Yəni iki ifadənin kvadratları fərqi düsturu deyilirdi buna. Və yaxud 4a kvadratı minus 1. Yəni 2a-nın kvadratı çıx 1-in kvadratı olduğu üçün 2a minus 1, 2a plus 1. Yəni biz bu kvadratlar fərqindən vurğulara ayırma üçün istifadə edirik. Və yaxud da ki, belə birini veriblər. A minus 3-ün kvadratı minus 49. Baxın, bunun da məqsədi yenə kvadratlar fərqidir. A minus 3-ün kvadratı, 49'u yazıram 7'nin kvadratı. Və sonra bunu vurğulara ayırıram. A minus 3 minus 7, A minus 3 plus 7. Yəni bir dəfə A minus 3 ilə 7'nin fərqini yazıram. Bir dəfə də A minus 3 ilə 7'nin cəmini yazıram. O da bizə A minus 10 ilə A plus 4 verir. Yəni bu şəkildə biz bu ifadəni vurğulara ayırmış oluruq. Və yaxud da belə olsun 25 çıxılsın 2a minus 1'in kvadratı. 25 5'in kvadratıdır. Yazdık bu şekilde. İndi baxın, iki ifadənin kvadratları fərqi deyəndə onların fərqi ilə, yəni bir dəfə 5'dən 2a minus 1'i çıxırıq, bir dəfə də 5 ilə 2a minus 1'i toplayırıq. Elə bilin ki, bunun biri a'dır, bu da b'dir. Yəni a kvadrat çıx b kvadratının a minus b, a plus b şəklində yazılır. Sonra təbii ki, burada mötərizəni açırıq. Diqqətli oluruq, mötərizə açan zaman qabaqda mənfi varsa işarəni dəyişə bilək. Sadələşdirəndə 5 ilə 1'i topladıq. 6 minus 2a. Burada da 4 plus 2a şəklində ifadə qalmış olur. Yəni bu olur vurğulara ayırma. Nədən istifadə edərək? Müxtəsər vurma düsturu olan kvadratlar fərqindən istifadə edirik bu sualları işləyən zaman. Sonra belə bir misal verək, nümunə. Bax, kublar fərqi və kublar cəmi düsturları da yenə vurğulara ayırmaq üçün. Yəni biz bu düsturlardan da istifadə edərək ifadələri vurğularla ayırırıq. Məsələn, dünən bunlardan nümunələr göstərmişdim. Yenə bir daha xatırlatma olsun deyənə göstərək. Məsələn, 8x kubu minus 1. Biz başa düşürük ki, 8x kubu 2'nin, bir də 1'in kubudur. Ona görə 2x minus 1 vurulsun birincinin kvadratı, üstə gəl birincinin ikinciyə hasili, üstə gəl ikincinin kvadratı. Cəm də bunun kimidir. Məsələn, a-nın kubu üstə gəl 125. Biz başa düşürük ki, bu a-nın kubudursa, o da 5'in kubudur. Ona görə a üstə gəl 5, a-nın kvadratı çıx 5a üstə gəl 25. Bu olur müxtəsər vurma düsturlarının köməyi ilə olan vurğulara ayırma misalları. Bir də dünənlərim izah elədiyimiz bu üsullar. A vurulsun x kvadratı üstə gəl bxy üstə gəl cy kvadratı. Bu ifadəni vurğulara ayırmaq üçün deməli biz elə 2m və m ədəd axtarırıq ki, onların cəmi b olsun. Çünki biz bu bxy iki toplanana parçalamalıyıq. Həmin ədədlərin hasili də a ilə c-nin hasili olsun. Bunu tətbiq edərək biz sualları vurğulara ayırırıq. Məsələn, bir neçə nümunə göstərim. 2x kvadratı minus xy minus 6y-in kvadratı. Baxın, bu misalda a 2 sayılır, b xy-in əmsalı olaraq mənfi 1 sayılır, c də mənfi 6 sayılır. Yəni, əmsallara baxanda işarələrə baxın. Biz deməli elə 2 ədəd axtarırıq ki, cəmi mənfi 1 eləyir, hasili də a ilə c-nin hasilidir, mənfi 12. İndi bu m ilə n-i biz necə tapırıq, hardan tapırıq? Bunu tapmaq üçün biz 12'nin vurğularına baxmalıyıq əslində. Yəni biz mənfi 12'ni hansı iki ədədin
cəm hasil şəklində yazmaq bilərək ki, onların cəmi -1 eləsin. Baxın, bir neçə vurub göstərin. Məsələn, mən -12-ni yaza bilərəm -1 vur 12, -2 vur 6, -3 vur 4, -4 vur 3, -6 vur 2 və -12 vur 1. Əsasən belə misallarda tam ədədlər axtarırıq. Kəsrlərlə işimiz olmur. İndi bunlardan hansını toplayanda -1 eləyir? Bax bu ikisini. Başqa heç birini toplayanda -1 eləmir. Yəni bizim məqsədimiz odur ki, hasil 12 olsun, cəm -1. Deməli bizim axtardığımız m-lə n, fərqi yoxdur hansına m demişik, hansına n, -4-dən 3-dür. Bax, bu misalın birinci mərhələsi bunu tapa bilməkdir. Bunu tapa bildiksə qayıdırıq suala. Deməli biz yazırıq 2x kvadrat. Bu x-y-in əmsalını parçalamışıq. -4xy-lə müsbət 3xy-ə. Fikir verin, -4-dən müsbət 3-ü toplayanda -1xy eləyəcək. İndi isə başlayırıq vurğuları ayırmağa. Birinci ilə ikincidən götürürük 2x-i, qalır x minus 2y. Üçüncü və dördüncüdən ortaq vurub 3y çıxardanda yenə qalır x minus 2y. Sonra da x minus 2y ortaq vurub seçdik. Oldu 2x üstə gəl 3y. Yəni, bax, budur proses. Yenə bir daha bir nümunədə göstərim ki, bunu mənimsəyəsiniz. Çünki vacib bir misallardandır. 4x kvadratı üstə gəl 11xy üstə gəl 6y-in kvadratı. Deməli, bu ifadədə A-nın yerində 4-dür, B-nin yerində 11-dir, C-nin yerində 6-dır. Biz elə 2 ədəd axtarırıq ki, cəmi 11 eləsin, hasili də 4 ilə 6-nın hasili 24 eləsin. Bax, biz belə ədədlər axtarırıq. Bunun üçün sizin baxmalı olduğunuz 24-ün bölənləridir. 24-ü nə yaza bilərik? 1 vur 24, 2 ilə 12, 3 ilə 8, 4 ilə 6, sonra gələcək təzədən 6 ilə 4, yəni bunları təkrarlamağının mənası yoxdur, müsbətlər. Mənfiləri yazmıram, niyə yazmıram deyə bilərsiniz. Cəm müsbət olduğu üçün bizim vurğular müsbət ədədlərdir. Yəni mənfi ədədlər deyil, yoxsa cəmi mənfi edərdir. Deməli, bizim axtardığımız ədədlər 3 ilə 8-dir. Çünki vuranda 24 eləyirlər, toplayanda 11 eləyirlər. Yəni, bizim m dediyimiz və ya n dediyimiz 3 ilə 8-dir. Bunu müəyyənləşdirəndən sonra qayıdıram misala. Deməli, mən yazıram 4x-in kvadratı üstə gəl 3xy ya da 8xy toplamların yerini dəyişsək cəm dəyişmir. Fərqi yoxdur. Yəni, elə də yaza bilərdik, belə də. Davam edirəm. Bu ikisindən birinci və ikincidən götürürəm, ortaq vuruq 4x. Qalır x üstə gəl 2y. O biri ikisindən ortaq vurub götürürəm 3y. Qalır x üstə gəl 2y. X üstə gəl 2y ortaq vurub seçdikdən sonra olur 4x üstə gəl 3y. Bu olur bu ifadənin vurğulara ayrılması. Bir daha bir nümunədə göstərim yenə. 5x kvadratı minus 11xy üstə gəl 2y-in kvadratı. Bizim nümunəmizdə A 5-dir, B -11-dir, C də 2-dir. Deməli, biz elə 2 ədəd axtarırıq ki, cəmi -11, hasili isə 5 ilə 2-nin hasilinə, yəni 10-a bərabər olsun. İndi bu iş üçün biz yenə onun vurğularına baxmalıyıq. Bax, 10-u mən nə yaza bilərəm? 1 vur 10 yaza bilərəm. İndi fikirləşirəm əslində. Burada uşaq biraz fikirləşməlidir. Əgər cəm müsbət, ya da hasil müsbət, cəm mənfidirsə, mənim bura 1 ilə 10 yazmağımın mənası yox. Çünki toplayanda mənfi almayacam. Deməli, bunların ikisi də mənfi vurğudur. -1 ilə -10, -2 ilə -5. Daha -5 ilə -2 yazmağımın və yaxud -10 ilə -1 yazmağımın mənası yoxdur. Eyni şeydir. Vurğuların yeni dəyişəndə hasil dəyişmir. Yəni, burada bizim 2 dənə
yaza biləcəyimiz vurğular var idi. 11 eləməsi üçün də nə olmalıdır elə? -1 ilə -10 olmalıdır. Yəni burada m -1-dir, n də -10-dur. Onda 5x kvadratı minus xy minus 10xy üstə gəl 2y kvadratı. Yəni mən -11xy -1 və -10xy parçaladım. Parçalayırıq ki, qruplaşdırma üsulu ilə vurğuları ayıra bilək. Birinci və ikinci ifadədən çıxardırıq. Birinci və ikinci ifadədən çıxardırıq x-i mötərizə xaricinə 5x minus y. Üçüncü və dördüncü ifadədən çıxardırıq ortaq vuruq olaraq -2y. Bax, mənfini çıxartdıq biz. Ona görə 5x minus y. Oradan da 5x minus y ortaq vuruq seçəndə x minus 2y qalır. Bu olur bu ifadənin vuruqlara ayrılması. Biz həmçinin ax kvadratı üstə gəl bx üstə gəl c şəklində ifadələri də eyni üsulla vuruqlara ayırırıq. Cəmi b hasili a ilə c-nin hasili olacaq şəkildə yazıb vuruqlara ayırırıq. Məsələn, nümunə göstərim yenə də. Yəni, bayaqki ilə eyni qaydanı tətbiq edirik. 2x kvadratı minus 9x minus 5. Bizim burada a-mız 2-dir, b-miz -9-dur, c-miz də -5-dir. A, B, C-ni yazdıq. İndi biz elə 2 ədəd axtarırıq ki, cəmi b-yə, yəni -9-a bərabər olsun. Hasili də a ilə c-nin hasilinə, yəni -10 versin. 2-ni -5-ə var, -10 edir. İndi bunun üçün mən -10-un vurğularına baxmalıyam. -10-u necə yaza bilərəm? Yenə deyirəm, baxırıq burada cəm də önəmlidir. Ümumiyyətlə, hasil mənfidirsə, vuruğun biri müsbət, biri mənfidir. Ona görə nə yaza bilərəm? -1 vur 10, -2 vur 5, sonra -5 vur 2, -10 vur 1. Yazdım. Yəni, biri mənfi, biri müsbət olacaq şəkildə bunları yazdıq. İndi hansı halda cəm -9 eləyir? Ən axırıncı yazdığımda cəm -9 eləyir. Yəni, bu deməkdir ki, bizim m və n uyğun olaraq -10 və 1-dir. Ona görə qaydırıq misalımıza. Deməli, 2x kvadratı bu -9x-i -10x və müsbət 1x şəklində yazırıq. Sonra da qruplaşdıraraq vuruqlara ayırırıq. Bu ikisini bir qruplaşdıracağıq, bu ikisini bir. Deməli, birinci ilə ikincidən biz 2x-i çıxarda bilərik. Qalar x minus 5. Buradan da sadəcə 1-i çıxardırıq. Bir vuruğunu yazmırıq mötərizənin qabağına. Yəni, orada 1 vurulsundur da. Və x minus 5-i ortaq vuruq seçdiyimiz üçün qaldı 2x plus 1. Bu da oldu vuruqlara ayırma. Bir dənə də belə nümunə göstərim. Ümidvaram ki, başa düşürsünüz. Məsələn, x kvadratı minus 3x minus 18. Deməli, burada bizim a-mız 1-dir, b-miz -3-dür, c-miz -18-dir. Biz bu -3-ü 2 toplanın cəmi şəklində yazmaq. Yəni, elə 2 ədəd axtarırıq ki, cəmi -3 eləsin. Hasili də a ilə c-nin hasili -18. Yenə hasil mənfidirsə, mən 18-in vuruqlarından yazacağım. -1 ilə 18-dir, -2 ilə 9-dur, -3 ilə 6-dır, -6 ilə müsbət 3-dür, -9 ilə müsbət 2-dir və -18 ilə müsbət 1-dir. İndi bunların içərisində cəmi -3 eləsin. Bax, bu iki ədədin cəmi -3 edir. Deməli, bizim m dediyimiz olur -6, n olur 3. Bu m ilə n-in fərqi yoxdur. M-ə 3 yaz, m-ə -6. O dəyişmir bizim üçün. Qaydırıq suala. Deməli, yazırıq x kvadratı minus 6x üstəgəl 3x. Yəni, biz bu -3x-i parçaladıq. -6 ilə müsbət 3 toplayanda. Yəni, bunu da kefimiz istədiyi kimi parçalaya bilmərik. Çünki sonra ortaq vuruq tapmayacaq. Qaydaya uyğun parçalama gedir. Birinci və ikincini, üçüncü ilə dördüncünü qruplaşdıraq. Birinci ilə ikincidən biz x-i çıxartdıq mötərizə xaricinə.
x minus 6. O tərəfdən də 3'ü çıxartdıq, x minus 6. X minus 6'nı ortaq vuruq seçdikdən sonra qaldı x plus 3. Bax, bu olur ifadənin vurğulara ayrılması. Yəni, məqsədimiz bundan ibarətdir. Sonra, belə bir misal nümunəsi sizə göstərmək istəyirəm. Məsələn, deyək ki, A 37,8'dir. B tutaq ki 62,2 olarsa A'nın kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı çıxılsın 7A üstəgəl, daha doğrusu çıxılsın 7B çıxılsın 24 ifadəsinin qiymətini tapın. Biz durub bu misalda A'nın B'nin yerinə birbaşa qiymətlər qoymayacağıq. Biz bu sualda müxtəsər vurma üsulunu görməliyik. Bax, bu hissə sizə A üstəgəl B'nin kvadratını verir. Oradan da 7'ni çıxarsaq mötərizə xaricinə, daha doğrusu mənfi 7'ni çıxartdığınız üçün A üstəgəl B. A üstəgəl B. Gəlin kənarda A ilə B'ni toplayaq. Görək nə edir? A ilə B'nin cəmi 37,8 ilə 62,2'ni toplayanda 99, o da etdi 100. Deməli, A üstəgəl B 100'dürsə, bizdə olur 100'ün kvadratı çıxılsın 7 vur 100 minus 24. Belə bir hesablama aparmalı oluruq. İndi məndə bu biraz böyük oldu. Bunu balacalaşdıra da bilərdik. Tutaq ki, dəyişiklik edeyim suala. Bunu 17,8 yazım. Bunu da tutaq ki 32,2. 17,8, 32,2 bu bizə verdi 50. Yəni, elə bir fərqi olmadı. Sadəcə hesablamaq üçün deyirəm. 50'nin kvadratı 7 vur 50 çıxılsın 24. 50'nin kvadratı 2500 çıx 350 çıx da 24. Deməli, 2500'dən çıxdıq 350'ni 2150. 2150'dən də 24'ü çıxdıq 2126. Yəni, bunu göstərmək istəyirdim. Sonra, müxtəsər vurma sütunlarının köməyi ilə biz ədədi ifadələrin də qiymətini hesablamaqda istifadə edirik. Məsəl üçün, 82'nin kvadratı çıxılsın 62'nin kvadratı bölünsün, tutaq ki, belə bir misal olsun. 51'in kvadratı çıxılsın 31'in kvadratı. Belə bir misal yazılır. Bunu hesablamaq üçün bunların heç birinin kvadratına ehtiyacınız yoxdur. Bunları qruplara ayırırsınız. A kvadratı çıxılsın B kvadratı düsturu ilə qruplara ayırdıq. Burada 82'dən 62'ni çıxdıq 20, 82'dən də bunu topladıq, etdi 114. Burada da çıxdıq 20, topladıq, etdi 82. 20'ləri ixtisar elədik. Bunlar da ancaq yenə 2'yə ixtisar gedərlər. Burada 41, orada da 57 qalar. Yəni 1,41'də 13 deyə bir, daha doğrusu səhv dedim, 16 deyə bir cavab aldıq. Yəni bunlardan istifadə edərək biz bu tip suallar işləyirik. Və yaxud belə birini tutaq ki, görürük. 37'nin kvadratı çıxılsın 17'nin kvadratı. Tutaq ki, 28'in kvadratı üstəgəl 2 vur 28 vur 22 üstəgəl 22'nin kvadratı. Belə bir müxtəsər vurma üsuluna əsaslanan misal görürük. Bunun məxrəcində bizə, burada bircə dəqiqə üzr sayın, 22 yazmayayım, 26 yazım. Məxrəcdə biz 28 üstəgəl 26'nın kvadratını görürük. Sürətdə isə 37 minus 17, 37 plus 17 görürük. 37'dən 17 çıxanda 20, toplayanda 40, 54. Burada da eləyir 54'ün kvadratı. Və 54'ün birini ixtisar edirik. Qalır 54'də 20. Bu da 2'yə ixtisar gedir, 27'də 10 qalır.